Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində bir qrup Azərbaycanlı iş adamının hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb edilməsi və hətta həbsi barədə məlumatlar yayılıb. Virtual Az saytının yaydığı məlumata görə onların sırasına Dövlət Bayrağı Meydanı Kompleks İdarəsinin sabiq rəisi Azimport şirkətinin rəhbəri Rəşad Məmmədov və Azmako şirkətinin rəhbəri Nizami Piriyevin adları da var. Artıq Dövlət Bayrağı Meydanının sabiq rəisi Rəşad Məmmədov barəsində Sabah rayon məhkəməsinin həbs qəti imkan tədbiri seçdiyi barədə də məlumatlar yayılıb. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri hüquq mühafizəçisi Elçin Behbudov Rəşad Məmmədovun hazırda həbsdə saxlanıldığını təsdiqləyir. Məndə və məlumata görə, yəni Bayraq Meydanı müdürü Rəşad Məmmədov həbs olunub və Milli Təhlükəsizlik İstintaq Təşkilatında saxlanılır. Orada mənə məlumdur ki, artıq məhkəmənin müvafiq qərarı var və vəkillə təmin olunmuşdur. Rəşad Məmmədov Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Sabiq rəisə qarşı Ciddiyyət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmır. Bir sıra kütləvi informasiya vasitələrində isə Rəşad Məmmədovun qohumu və şəriki Azər Əsgərovun da həbs olunduğu haqda məlumatlar yayılıb. Tutulan digər biznesmen Nizami Piriyev barəsində Nərimanov məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Piriyevin vəkili Muxtar Mustafayev isə bizə məsələ ilə bağlı açıqlama verməmək qərarında olduğunu bildirib. Bu məlumatlarla bağlı ANS TV Respublika Baş Prokurorluğuna müraciət edib. Qurumun mətbuat xidməti rəhbəri Eldar Sultanov bu məsələ ilə Daxili İşlər Nazirliyinin məşğul olduğunu söyləyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Orxan Mansurzadə isə bununla bağlı açıqlama veriləcəyini bildirib. Virtual Az saytının məlumatına görə saxlanılanlar arasında keçmiş deputat Globus Plazanın sahibi Dünyamin Xəlilov da var. İstintaqa cəlb edilənlər arasında Avesta konserninin prezidenti, Xəzər Adaları layihəsinin idea müəllifi və rəhbəri Hacı İbrahim Mehrəmlinin də olduğu barədə internet portallarda məlumat yayılıb.